yaradılır. Aslında ben oradan verdiler. Güne ki 5 günden sonra gelir, 3 günden sonra gelir. Ama her gün buraya girmişim. Ne ver aslında? Danışa bilərik. Yox müəllim. Niyə? Çünki müsahibə verən şəxs Rəşən müəllim. Rövşən müəllim. Niyə danışmırsınız? Rövşən müəllim danışacaq, səbirli olun. Rövşən müəllim. Gündə 60 nəfər buraxacağıq. 60 nəfər. Hə. Həmin növbə ilə də yaxınlaşın, zəhmət olmasa da salam. Yox sen söz verirsen 60 Məni nəfər. bu dəqiqə Yox sen deyirsən sabah 60 nəfər buraxılacaq. Söz verebilirsin ha. Növbələr 5 Necə? 5 gündür. Bəli, 5 gündür buradayam. Qardaş gedin sayarızın biz yatmıyoruz. Hər gündə 3 manata parkovkaya pul verirəm. Hər gün. Bunu bir yönünə qoyan yoxdur ya Allah'ım. Almışıq ki. 4 gündür bizi gecə burada gətir saxlayırsınız. Parkovka pula yığırsınız. Onu fikirləşmirik. Qardaş soruşuram ki 60 nəfər deyirsən. 21 nəfər buraxanda buradaydın. Yox. Söz verirsən məndən sabah 60 nəfər buraxacaq. Deyir yox mən niyə deyil çıxır gedir. Gəlsin söz versin 60 nəfər. Adını desin, özünün zəvqini eləsin, nömrəsini versin. 60 nəfər buraxanda gəlir deyim ki 60 nəfər buraxmamısan. Problem nədir? Qardaş, bir həftədir gəlib gedirəm, bir həftədir. Düz bir həftədir. Gecə saat 1-də gəl, saat 4-də işləmiş get. İndi qoymurlar. Növbə deyir olmaz. Valla qoymurlar, onu deyə, saxlayırlar, bırakırlar içəri. Hər gündə 3 manat parkovkaya verir çıx. Biz hardan bilərik? Bizi qoymayanlar kim qoymur içəri onlara sual verin ki kim qoymur, niyə qoymur? Səbəbi onlar bilər. Səbəbi biz bilmirik. Biz bilsəydik burada nə gəlsin? Bilsəydik içəridə oturardıq. Və yaxud da sənədimiz qol çəkilərdə çıxır gedərdi. İndi nə biləcək kim kimdir, kimin növbəsi nədir, necə olacaq? Allahdan. Qardaş bu mən vergi verirəm düzdür. Onu eləyirəm, bunu eləyirəm. 20 manat onun üçün ver, 30 manat bunun üçün ver, 50 manat bunun üçün ver, 40 manat onun üçün ver, 80 manat ver. Bunları mən verə-verə hambalıq eləyirəm öz maşınımla. Gəlib əziyyət çəkirəm, 5 gündür mən gəlib yatıram burada. Niyə? Niyə görə? Hə? Niyə bu sistemi salsınlar adamını? Niyə rüşvət alırlar? Hamısı rüşvətin başındadır bunlar. 30 manat bir verirsə, 30 manat bir verirsə, 60 manat çek vermir. Niyə vermir çek? Çeksiz götürür, aformu telir cəmaatı. Cibə işləyirlər. Bunu salsın portala da, portala salsın onlayn qeydiyyatdan keçirsin cəmaatı şeyləsin. Günə 25 tane maşın qeydiyyatdan keçirmək olur. Hə? 8 saat içində 1 saatda 3 tane maşını qeydiyyatdan keçirdi. Niyə? Mən bu günləri Aynan əməkdaşına zəng eləmişəm, qaynar xəttə. Aynan əməkdaşına bunu bildirirəm ki, mənim növbəm çatınca dekabr ayı olacaq. Əgər dekabrın 30-u mən texniki baxışdan keçsəm, mənə sənəd veriləcək, deyir xeyr. Deyirəm, bəs yaxşı, mənim əziyyətim necə olacaq? Və biz də insanıq, hər gün hamı ailəsini atır, uşağını atır, birinin evində xəstəsi var, yaşlısı var, cavanı var, hamı cavan deyir ki, saatlarla ayaq üstə dursun. Mən bir dənə bu gecədə indi imkan vermirlər, icazə vermirlər. Hər gün gecə saat həftənin 5 günü 1-dən 5-ə qədər toplanılıq bura, 6-ya qədər. O qədər sadə ayaq üstə, səhər də yuxusuz gedib maşın sürməliyik. Yaxşı, avariya eləndə necə olacaq? Sonra deyirlər, taksilər avariya elə də. Belə şeylərə görə avariyalar olur da. Saat 9-da. 428, Əvvəl gündə burada 100 nəfər, 150 nəfər bir gündə qeydiyyata düşürdü. Amma indi 20 nəfər. Səbəb verən Arxa qapıdan salırlar. Arxa qapıdan. Arxa qapıdan rüşvət alır salır. Mənə təklif eləyiblər. Qardaş nə yüzünü yox. Mənə təklif eləyiblər. Deyir 500 manat ver qeydiyyatdan keçirdək səni. Mən 5 manat da qazan verməliyəm. Kreditə maşın sürürəm. Həm də o şirkətlər var ki, hansı ki 50-dən 100-dən maşın gətirir ha. Onlardan pul alırlar. Promo keçirdirlər arxa qapıdan. Sahibkarlardan. Biz yetimlər qalmışıq avara. Gecə gündüz burada. Ya məndən pul istəmir. 2 həftədir gedib gəlirəm. Deyirlər ki, saat 1-də gəl gecə. Başqa yoldan almadan. Ay niyə zəng olmuşam deyirlər avtovağzada. Başqa xətdən almağa dəfələmişsən. Ya, eləmədim. Deyirlər 30 minə yaxın taksi keçib qeydiyyatdan. Amma keçən 30 minin 30 mini də şəhərdə yəni sürülmür də belə deyək.
Çoxu parklardır, keçirdiblər, hamısı parkların həyətində qalır. Gün 50 manat adam axtarırlar verməyə, tapa bilmirlər. Yəni parklar sahibkarlar keçir, hər parkın qabağında 100-150 dənə taksi dayanıb, hamısında buraxılış kartı var. Hamısında bütün sənədləri var. Nə yolla, nə cür salıblar da indi. Amma beləsinə şəxsi bizim kimi, Kimin nəyi var Allah canı bizim kimi şəxsi maşınları olanlar, sənəd almaq istəyənlər ala bilmirlər. Və gündəlik şəhərə, dövriyyə çıxan deyilən qədər taksi sürücüsü yoxdur. Hətta mən özüm üçün istədim alam, dedim pul təklif elədim. Dedilər ancaq parkın adını ala bilirik. Sən öz adı və buraxılış kartı ala bil. Mən gəldim burada növbəyə baxdım, gördüm çoxdur. Dedim verim də bir 250-300 manat alım. Amma alınmadı, o da olmadı. Dedilər ki, yox, məbləğ az deyildi. Dedilər parkın adını ala bilərik. Yəni mən öz adıma istəyirəm alınsın. Çünki səhər park ləğv olar, nə bilim 50 min hadisə baş verə bilər. And olarlar, burada qardaşlar var ki, parkingdə maşının içində yatırlar. Maşının içində yatırlar, bir abırçılıq deyə qardaş. Bu bizim maşının içində yatan yaşımız deyil, qardaşım. Burada yaşlı kişilər var ki, 50-55 yaşında, atam yaşında kişilər var. Maşının içində yatır ki, növbəsi getməsin. Parkingdə gəlirsən 7-8 manat vurdun, çıxdın, daram heç nə elə. Hər gün, hə.